günümüzdə çoxlarınız blogerlərə baxırsınız, bir çox insanların lüks həyatlarına baxırsınız Instagramda, amma baxmağın səbəbi əslində belə bir həyatı yaşamaq istəyi deyil. Məlum oldu ki, insanlar əslində nəyisə istəyəndə sonda alındıra bilmədikləri üçün hiss edəcəkləri məyusluq duyğusunu istəyirlər hiss etmək. Əslində lüks tətilə getmək, məqsədləri gerçəkləşdirmək və s. əsas məsələ deyil. Biz hər zaman bizə tanış olan duyğuları axtarırıq həyatımızda və nə qədər böyük məqsədlər qoysaq da şüuraltı öz sözünü deyir. Mən artıq illərdir deyirəm ki, biz yalnızca həyatımızda şüuraltımız üçün təhlükəsiz olan, güvənilir olan duyğuları yarada bilirik, ondan artığını yox. Və əgər sizin üçün məyusluq duyğusu daha təhlükəsiz və güvənilirdirsə, uşaqlıqdan bəri davamlı nəsə istəmisiniz və alınmayıbsa, o zaman blogerlərə baxanda da, hər hansı bir lüks tətilə getmək istəyəndə, nəsə bahalı bir şey almaq istəyəndə də, bahalı bir kurslara qatılmaq istəyəndə də, başqa bir ölkədə daha lüks bir evdə yaşamaq istəyəndə də istədiyiniz əslində bu ev yox, o maşın yox, o tətil yox, o bahalı həyat yox. Onu ala bilməyəndə, onu alındıra bilməyəndə yaşayacağınız məyusluq hissidir. Bu da o deməkdir ki, şüuraltımız bizdən çox maraqlı bir oyun oynayır. Gestalt bağlamaq üçün şuur nə qədər məqsədlər qoysa da, nə qədər desə də ki, yox sən lüks həyat istəyirsən, sən lüks tətil istəyirsən, şuuraltı yalnız və yalnız özünə tanış olanı və özünün istədiyini yaşamağı seçir. Və hər zaman belə həyatlara baxıb da əldə edə bilməməyimizdə olan xeyir şuuraltı üçün məhz o məyusluq duyğusunu yaşamaqdır. Yəni əslində biz anlamırıq, amma şuuraltı öz xeyrini götürür bu məsələdən, lüks tətildən, lüks həyatdan daha çox əldə etmiş olur, uşaqlıqda yaşadığı o neqativ duyğuları yaşamaqla yenidən. Və mən sizə sual verirəm, sizcə bu məyusluq duyğusunu həll etsək və artıq bu duyğunu yaşamağa ehtiyacımız qalmasa, həyatımız necə olar? Çünki mən bu duyğunu həll eləyəndə artıq həyatım tamamilə dəyişməyə başladı. Artıq özümə lüksu, daha gözəl həyatı, biznesimdə daha böyük uğurlara icazə verməyə başladım. Ona görə istəyirəm ki, siz də artıq özlərinizdə işləməyə başlayasınız. Aşağıda mama sözünü yazırsınız mənə və mən sizə bir ödənişsiz praktika göndərirəm şuuraltı ilə duyğuları işləmək üçün. Və əlavə olaraq da sırf məyusluq duyğusunu birgə işləyəcəyimiz biz kluba dəvətnamə göndərirəm.